Salam uşaqlar. Bugün mən sizə qazların sıxlığı, nisbi sıxlıq, qaz qarışıqlarına aid hesablamalar testlərinin izahını verəcəm. İzaha verməmişdən əvvəl sizinlə bir məlumatı bölüşmək istəyirəm. 9-cu, 10-cu, 11-ci sınıflara daxil olmaqla bir sınaq qrupu yaradılır ki, bu sınaq qrupunu özüm yaradıram. Bu sınaq qrupunun əsas mahiyyəti nədir? Mən ora sınaqlar yönləndirəcəm, həftədə 3 dəfə daxil olmaqla. Burada özümün havladığı sınaqlar ola bilər, qəbullar və yaxud da modillərdən testlər ola bilər ki, mən onu yönləndirim ora. Və siz o testlərin hamısını işləyəcəksiniz, sınaqları işləyəcəksiniz müəyyən bir vaxt içərisində. Daha sonra onları biz yoxlayacağıq bir yerdə. Doğruları və yanlışları hər bir uşaq özü müəyyənləşdirdikdən sonra qalibləri mən adlarım 1-ci, 2-ci, 3-cü yer olmaqla qeyd edəcəm. Bu sizin üçün birinci növbədə çox böyük bir motivasiya verir. Siz özünüzə bir qarşı məqsəd qoyacaqsınız ki, bu dəfə məsəl üçün mən sınaqda əgər 3-cü yer toplamış, 3-cü yerdə isə məsəl üçün 1-ci yer olacağam. Özünüzə bir hədəf bəlirləyirsiniz. Həm motivasiyanızı artırır. Ola bilsin ki, həm bu sınaqlarda səhvləriniz ola bilər, bilmədikləriniz ola bilər ki, bunlar da normaldır. Mən həmin o sınağın izahını video kayda alacağam və yönləndirəcəm o qrupa. Ona görə də bu sınaq qrupuna qoşulmaq istəyən uşaqlar mənimlə 051 595 69 64 nömrəsindən əlaqə saxlasın. 69 64. İndi gəlin baxaq birinci suala. Birinci sualda deyir ki, hansı qaz hidrogendən 14 dəfə ağırdır? Uşaqlar, hidrogen qazı H2 şəklində yazılır. Bunu bilirik. İndi onun kütləsi Mr H2 bərabər olmuş olacaq 2-yə. Çünki bir dənə hidrogen ayrı əgər bildirsə, H2 olacaq 2 vurulsun 1, 2. İndi deyir, hansı qaz hidrogendən 14 dəfə ağırdır deyir. 14'ü vurun 2-yə. Eləyəcək 28. Deməli, bizə kütləsi 28 qram olan qaz lazımdır. Gəlin baxaq A variantında. A variantında SO2 yazıram ki, Mr SO2 bərabərdir. Bir kükürt atomu var. Bir kükürt atomunun ayrı 32'dir. 32'nin üzərinə gələcəksiniz 2 oksigen atomu. Bir oksigen atom ayrı 16'dırsa 2 oksigen atomda olacaq 2 vurulsun 16, yəni 32. Ümumidə deyir 64. Bu 64'dür. B variantında N2O. Bizə Mr 28 olan lazımdır. Yazırsınız ki, B variantında Mr N2O. 28 üzərinə gəlsin 16 eləyir 44. C variantında NO, Mr NO tapırsınız ki, 12-nin 16-nın cəmi 28 eləmiş olacaq. Deməli, doğru variant bir də C variantıdır. İkinci sualda deyir ki, hansı qaz oksigenden 16 dəfə yüngüldür? Birinci siz oksigen qazından Mr-in hesablayırsınız ki, Mr O2 bərabərdir, 32-dir. İndi 16 dəfə yüngül deyirsə, onu böləcəksiniz 16 eləyəcək 2. Deməli, sizə Mr 2 olan qaz lazımdır. O da hidrogen qazıdır. 3-də olur doğru variant C variantı. İndi gəlin uşaqlar 3-cü suala baxaq. 3-cü sualda deyir ki, hidrogenə görə nisbi sıxlığı 14 olan qazın nisbi molekul kütləsini hesablayın. Biz bilirik ki, nisbi sıxlıq D hərfinə işarə olunur. İndi bizə nəyə görə nisbi sıxlıq soruşur? Hidrogenə görə. Yazırsınız ki, D hidrogenə görə bərabərdir. Nisbi sıxlığın tərifi necədir uşaqlar? Həm bilmirik hansı maddədir. O maddənin Mr-ni bölürük biz hidrogenin Mr-nə. Hidrogenin Mr-i 1 vurulsun 2 olur 2. Və deyir nisbi sıxlığı neçəyə bərabərdir? 14. Bərabər eləyirsiniz 14-ə və bu maddənin biz kütləsini hesablayırıq ki, Mr bərabərdir. Tənasübünü həll eləyirsiniz. 2 vurulsun 14 olur 28 qram. İndi deyir ki, bu qazın nisbi molekul kütləsini hesablayın da olur 28. Sonra 4-cü sualda. Deyir 0,5 mol karbon qazı. Yazaq 0,5 mol karbon qazı. Deyir 0,5 mol karbon qazı və 11,2 litr SO2. 11,2 litr SO2 uşaqlar. Mən həmişə sizə deyirəm. Litrli olan ifadələr, qramlı olan ifadələr varsa, biz onu daha rahat yolla hesablamaqdan ötürü litrləri mola, qramları mola çevirmək qaydasını bilməliyik. Litri mola çevirməkdən ötürü verilən litrli ifadəni bölməliyik 22,4-ə. İndi bizə 11,2 litr deyirsə, mən bunun neçə mol olduğunu bilməkdən ötürü 11,2-ni böləcəksiniz 22,4-ə. Eləyəcək 0,5 mol. Yox, əgər qramlı ifadə versəydi, verilən qramı böləcəksiniz həmin maddənin nisbi molekul kütləsini, yəni Mr-nə. Ondan da mol tapacaqsınız. İndi yazıram ki, 0,5 mol SO2. Bizə deyir ki, ibarət qarışıqda, bu qarışıqda neçə oksigen atomu var? 0,5 mol karbon qazında uşaqlar oksigen atomu hesablamaq məqsədilə biz necə deyirik? Əmsalı və yaxud da molu vuracaqsınız oksigenin indeksinə. 0,5-i 2-yə vuranda burada 1 oksigen atomu eləyir. Burada da 0,5-i bu 2-yə vuranda burada da 1 oksigen atomu eləyir. Ümumi qarışıqda deməli 2 oksigen atomu var. Biz deyirik ki, 2 oksigen atomunu vuracaqsınız. Çünki bizdə görürsünüz ifadələr 10^24, 10^23 şəklindədir. Yəni 2-ni vuracaqsınız 6,2 vurulsun 10^23-ə. Buradan da 2-ni 6-ya vuranda 12, 2-ni 0,2-yə vuranda 0,4 vurulsun 10^23. İndi vergül məsələsi.
Mən bu vergül məsələsini sizə öyrətmişəm. Yəni növbəti suallarda açıq izah verməyə bilərəm, çünki bunlar o qədər çətin deyil. Görürük ki, vergüldən sonra baxın 2 ədəd var. Deməli mən bax burada vergülü elə yerə qoymalıyam ki, orada da vergüldən sonra 2 ədəd olsun. Yəni bura qoyuram. Əgər belə bir birləşmə, belə bir qiymət görmürəmsə, yəni 12,4 vurulsun 13,23 görmürəmsə, vergülü məsələn 1-in yanına qoyub sonra 204 yazıbsa, bu zaman qüvvət artacaq, olacaq 10 üstündə 24. Əgər vergül bir vahid sola tərəf irəliyibsə, o zaman qüvvət artır. Yox, əgər vergül bir vahid sağa tərəf gedibsə, o zaman qüvvət azalacaq. Doğru olan variant da olacaq C variantı. Gəlin uşaqlar, indi baxalım 5-ci suala. Deyir, normal şəraitdə X2H4 qazının sıxlığı 1,125-dir. Yazırsınız ki, rho bərabərdir 1,25. 1,25. İndi deyir ki, X elementin nisbi atom kütləsini müəyyən edin. Uşaqlar, normal şəraitdə deməli, bizim həcmimiz 22,4 litrdir. Rho var, V var. Nə yoxdur? M yoxdur. M bərabərdir sual. M bərabərdir rho V düsturuna əsasən. M bərabər rho V düsturuna əsasən 1,25-i vuracaqsınız 22,4. Buradan siz qiymət tapırsınız ki, 28-dir. Deməli, bizdə X2H4-ün emeri, çünki mən sizə demişəm ki, emer, yəni nisbi molekul kütləsi, qram, bunlar rəqəm olaraq eynidir, ədəd olaraq eynidir. Sadəcə emerin vahidi yoxdur, kütlənin vahidi qramdır. Molyar kütlənin vahidi isə, bəli, qram bölüsü moldur. Amma ifadə olaraq, ədədi qiymət olaraq üçü də bir-birinə bərabərdir. Yəni bizə əgər X2H4-ün kütləsi, M kütlə demək daxil 28 qram olduğu o deməkdir ki, həm də həmin bu X2H4-ün emeri, yəni nisbi molekul kütləsi 28-dir. Və yazacaqsınız 2x üstə gəlsin 4 bərabərdir 28. 2x bərabərdir 24-ə. Buradan da x-in 12 qiymətini hesablayırsınız. Deməli, doğru cavab olur 5-də Y variantı. Gəlin uşaqlar, indi baxalım 6-cı suala. 6-cı sualda deyir ki, normal şəraitdə 3,36 litr helyum. Baxın, deyirəm, daha rahat hesablamaq məqsədi ilə litrləri biz nəyə çevirirdik? Mola. Onda verilən ifadədə olan litri, yəni 3,36-nı böləcəksiniz ümumi litrə, yəni 22,4-ə. 3,36-nı 22,4-ə böləndə eləyəcək uşaqlar deməli 0,15. Deməli 0,15 mol helyum və 4,48 litr neon. 4,48-i böləcəksiniz 22,4-ə. 4,48-i deməli 22,4-ə böləndə eləyəcək 0,2. 0,2 mol neon. İbarətdir qaz qarışığından kütləsi neçə qramdır? Baxın, air helyum verib 4. Yəni 1 mol helyum kütləsi 4-dür. 0,15 üçün bəs nə qədər olacaq? Yazırsınız 0,15 vurulsun 4. Üzərinə gəlinsin. Neonun kütləsini verib 20. 1 mola 20-dir. 0,2-yə də yazacaqsınız 0,2 vurulsun 20 şəklində. 0,15-i 4-ə vuranda 0,6 eləyir. 0,2-ni də 20-yə vuranda 4 eləyir. 4 ilə də 16-nın cəmi 4,6. Yəni C variantı. İndi isə gəlin uşaqlar, suala baxaq 7-ci suala. Karbon qazından və 0,75 mol N2-dən ibarət qaz qarışığı. Karbon qazı və 0,75 mol N2-dən ibarət qaz qarışığının kütləsi 25 qramdır. Amma karbon qazının molunu bilmirik neçə moldur. Ona görə yazıram A mol. Deməli, bu ümumi qaz qarışığı 25 qramdır. Deyək, qarşıda neçə qram karbon qazı var. Və yaxud da heç molunu bilməsək də olar. Bizə onsuz da karbon qazının kütləsini soruşur. Molunu soruşsaydı, onda A-dan istifadə edərdik. Yazırıq karbon qazının ümumi kütləsini bilmirik. Deyək, bir X. Üzərinə gəlirik 0,75-i vuracaqsınız N2-nin kütləsinə. 28-ə bərabər edəcəksiniz 25-ə. Buradan X üstə gəlirsin. 0,75-i 28-ə vuranda eləyir 21, bərabər edəcəksiniz 25-ə. Buradan da X-in qiymətini tapırsınız ki, 4-dür. Doğru variant olur D variantı. Gəlin artıq baxaq 8-ci suala. 8-ci sualda deyir ki, 10 kubmetr metan 2 kubmetr hidrogendən neçə dəfə ağırdır? 10 kubmetr 10 vurulsun metan. Metanın kütləsi nə qədərdir? 16. Bölünsün neçə dəfə ağırdır deyə böldürük. 2 kubmetr hidrogen 2 vurulsun hidrogenin emeri 2-yə. Bu da ixtisar getdi oldu 40. Doğru variant olur B variantı. Sonra 9-cu sualda deyir, normal şəraitdə 5,6 litrinin kütləsi 11,5 qram olan qaz. Deyək ki, bax 5,6 litri 11,5-dir. Normal şəraitdə, yəni 22,4 litrdə nə qədər olar qramı bilmirəm. Yazıram bir x qram. Buradan x-i tapıram ki, 5,6 ilə 22,4 ixtisar gedir. Burada qalır 4. 4-ü vurursunuz 11,5-ə. Eləyir 46 qram. Deyir, indi bu qazın, bax, tapdıq 46 qramlıq olan qazın hidrogenə görə nisbi sıxlığı.
Yazırsınız ki D hidrogen bərabərdir. Həmin bu kütləni 46-nı böləcəksiniz hidrogenin emerinə 2-yə, o da eləyəcək 23. Deməli, doğru olan variant 23-dür. İndi gəlin baxaq 10-cu suala. 10-cu sualda deyir ki, 0,5 mol azot yazırsınız. 0,5 mol azot. Obrislərin mililitr və qramdır. Mən deyirəm ki, elə olan halda biz asan hesablamaq məqsədilə mola gətirək. Birinci 2240 mililitr neçə litrdir? Biz bilirik ki, 1 litrimiz 1000 mililitrdirsə, 2240-a böləcəksiniz 1000-ə ki, görək nə qədər litrdir. Bu deməli 2,24 litr oksigendir. İndi 2,24 litr neçə moldur? Onu da böləcəm 22,4-ə. Yəni 2,24-ə bölürsünüz 22,4-ə, o da gəlir 0,1 mol. Deməli 0,1 mol oksigen. Və deyir 3,65 qram hidrogen xlorid. Baxın, Emil verib hidrogen xloridin 36,5-dir. Bu 1 mola uyğundur. Bəs 3,65 qram neçə mola uyğun olacaq? Bəli, 3,65-i bölürsünüz 36,5-ə. Eləyir 0,1 mol. 0,1 mol hidrogen xloriddən ibarət deyir qaz qarışığında. Neçə molekul var? 0,5, 0,1, 0,1. Mən demişəm, bunlar həm əmsaldır, həm moldur, həm molekuldur, həm də ki, həcmdir. İndi nə qədər molekul var deyə bunu cəmləyirəm ümumi qaz qarışığında. Bu da eləyəcək 0,1-in üzərinə gəlirsiniz, 0,1 eləyir 0,2, onun üzərinə gəlirsiniz 0,5 eləyir 0,25. Deyirik ki, 1 molda Avogadro ilə 6,2 vurulsun 10^23-də, çünki variantları görürəm ki, 10^23-dür. Onda 0,25 mol nə qədər olacaq? Yazırsınız 0,25 vurulsun, 6,2 vurulsun 10^23 şəklində. 0,25-i uşaqlar 6,2-yə vuranda eləyir 1,505 vurulsun 10^23. Yəni Y variantı. Gəlin uşaqlar baxaq 11-ci suala. 11-ci sualda deyir ki, normal şəraitdə sıxlığı metan qazının sıxlığından 4 dəfə çox olan qazın 0,2 molun kütləsini hesablayın. Baxın, biz dedik ki, kütlə ilə sıxlıq düz mütənasibdir. Yəni, təqribi olaraq eyni anlayışdır. Əgər ki, biz metanın sıxlığı ilə, məsələn, oksigenin sıxlığını müqayisə etsək, məsələn, deyirəm ki, metanın sıxlığı yoxsa oksigenin sıxlığı hansı deyirəm daha çox böyükdür. Siz deyirsiniz ki, ay müəllim, mən bilirəm ki, emir onun sıxlığı ilə düz mütənasibdir. Yəni, mən həmin bu maddələrin emirlərini bildiyim üçün, CH4-ün 16, oksigenin 32 olduğunu bildiyim üçün, onun sıxlıqlarını müqayisə edə bilərəm. Necə ki, oksigenin emiri metanın emirindən böyükdür, deməli, oksigenin sıxlığı da metan sıxlığından böyükdür. Yəni, bunu belə başa düşdüksə, indi 11-ci sualda deyir ki, sıxlığı metan qazının sıxlığından 4 dəfə çox olan. Metan emiri nə qədərdir? 16. Bundan deyir 4 dəfə çox. 16-nı vurursunuz 4-ə eləyir 64. Deyir, bu qazın 0,2 molun kütləsini hesabla. Bu 64 qram 1 moldur. Bəs 0,2 molda neçə qram olacaq? Yazırsınız ki, 64 vurulsun 0,2. O da eləyəcək. Demək, 12,8. Doğru variant olur Y variantı. Gəlin, indi baxaq 12-ci suala. 12-ci sualda bizə deyir ki, normal şəraitdə götürülmüş 8 qram hidrogen və 56 qram azot qazlarının həcmlərini müəyyən edin. Uşaqlar, baxın, emir hidrogen verib ki, 2 qramdır. Mən demişəm ki, sizə emir 1 mola uyğundur. Deməli, 1 mol hidrogenin kütləsi 2 qramdırsa, uşaqlar, 8 qram hidrogen neçə mola uyğundur? 4 mol. Deməli, 4 mol hidrogen, 56 qram azot da, baxın, 1 mol 28, onda 56 qram da olacaq 2 azot, 2 mol azot. Deyir, həcmləri müqayisə edin. Mən də sizə demişəm, bu əvvəldə maddənin əvvəlindəki duran bu rəqəmlər var. Mən dedim, bu həm əmsaldır, həm moldur, həm həcmdir. Yəni, eyni anlayışdır. İndi bizə həcmləri müqayisə edin deyəndə, mən 4-ün 2-dən böyük olduğunu bildiyim üçün deyirəm ki, VH2 bərabərdir 2VN2. Niyə belə yazıram? VH2-nin qiyməti 4-dür. 2 vurulsun VN2-nin qiyməti əvvəldə duran neçədir? 2. 2-ni 2-yə vuranda 4 edir də. Yəni, mən belə bir variant tapmalıyam. Belə variantda hansı variantdır? B variantı. Gəlin, uşaqlar, baxağın 13-cü sualı. 13-cü sualda bizə deyir ki, maddənin tərkibində karbon, hidrogen və oksigen atomlarının say nisbəti 1-in 3-1 nisbətindədir. Karbon üçün 1 deyirik. Yəni, 1-in 3-1 nisbətində baxın. Bunu rezistanda bildiyiniz üzərinə deyirəm. Yəni, nisbət onun k-lı olan ifadələri, x-lı olan ifadələrdir. Yəni, elə onda ya x-lı olan ifadələr yazılır, ya da k. Məsələn, mən yazıram, karbon üçün 1 nisbət demir, yazıram təkcə x. Hidrogen üçün uyğun olaraq 3-dür də. Ona görə yazacağım hidrogen üçün 3x. Oksigen üçün də yazıram oksigen x şəklində. Və bizə deyir ki, bu maddənin buxarlarının hidrogenə görə nisbi sıxlığı 31-dir.
Yazıram ki, D hidrogenə görə nisbi sıxlıq bərabərdir. Maddənin emerini mən hidrogen emeri 2-yə bölmüşəm, almışam 31. Onda bu maddənin emeri neçəymiş? 31-i vurdu 2, elədi 62. Deməli, baxın, bunun emeri sizə 62-dir. Yazırsınız ki, emer karbon X, hidrogen 3X, oksigen X bərabərdir 62-yə. Bir karbonun ayırı 12-dir. 12-ni vurursunuz X-a, üzərinə gəlirsiniz 3X, üzərinə gəlirsiniz oksigen 16 vurulsun X. Bərabərdir 62-yə. 31X bərabərdir 62-yə. Buradan X-in qiymətini tapdınız ki, 2-dir. Deməli, sizin formulunuz, uşaqlar, karbon 2, hidrogen 3 vurulsun 2, 6, oksigen 2-dir. Belə bir variant olan B variantı. Gəlin uşaqlar, indi baxağın 14-cü suala. 14-cü suala deyir ki, maddənin tərkibində karbon və hidrogen atomlarının say nisbəti 1-in 2,5 kimidir. Deyir ki, bu maddənin havaya görə nisbi sıxlığının 2 olduğunu bilərik. Bu X deyir, buna da deyir 2,5X-dir. Yazaq da. İndi deyir, havaya görə nisbi sıxlığı 29-dur. Yazacaqsınız ki, D hava bərabərdir. D hava bərabərdir. Emer bölünsün havanın qiyməti 29. Deyir, nisbi sıxlığı neçə bərabərdir? 2-yə bərabər edirsiniz 2-yə. Deməli, bu maddənin emeri 29-dan 2-nin hasili eləyir 58. Və yazacaqsınız ki, yəni bu maddənin emeri uşaqlarını neçə eləyəcək? Karbon ayırı bilirsiniz ki 12-dir. 12-ni vurursunuz X-a, üzərinə gəlirsiniz 2,5X bərabər edirsiniz 58-ə. Buradan 14,5X bərabərdir 58-ə. X-in də qiymətini hesablayırsınız ki 4-dür. Deməli, sizin formulunuz karbon 4, hidrogen 2,5 vur 4, yəni 10-dur. İndi bizə deyir ki, bu maddənin formulu mənində karbon 4, hidrogen 10 A variantıdır. Gəlin uşaqlar, indi baxağın 15-ci suala. 15-ci sualda deyir ki, 0,25 mol karbon qazı. Yazırsınız 0,25 mol karbon qazı və 0,25 mol azotdan ibarət olan 0,25 mol azotdan ibarət qaz qarşısındakı molekulların sayı. Yəni, bunların cəmi neçə deyir? 0,25 ilə 0,25-in cəmi 0,5-dir. Bu 1 molda dedik ki, əgər 6,2 vurursun 10,23-dürsə, o zaman 0,5-də də onun yarısı qədər olacaq. Yəni, 0,5-i vurasınız, 6,2 vurursun 10,23-ə. O da eləyəcək 3,1 vurursun 10,23, yəni Y variantı. Yəni, bir dənə düz hesablayayım. 0,15, 6,2 vuranda 3,1 eləyir, o da 10,23 Y variantı, bəli. Uşaqlar, indi gəlin 16-cı suala baxağın. 16-cı sualda bizə deyir ki, hansı qazların normal şəraitdə sıxlıqları eynidir? Mən dedim ki, sıxlıqla emer düz mütənasibdir. Karbon qazının uşaqlar emeri 44-dür. Bura qeyd edirəm. C2H2 üçün yazırıq ki, 24 də gəlsin 2, 26-dır. C3H8 üçün bu da deməli 44-dür. Və C2H6 üçün də 30-dur. Emerləri eyni olan 44-dər, yəni 1 ilə 3. O da olur hansı variant? D variantı. 17-ci sualda hansı qazlar normal şəraitdə sıxlığı eynidir? NO deməli 28-dir. C2H2 də deməli 26, C2H6 30-dur. Karbon qazdakı 44-dür. Nə səhv hesablamadıq? NO uşaqlar, bir dəqiqə 14 ilə 16-cı cəmi 30-dur. 30-dur. Və bu da olur 1 ilə 3, yəni olur hansı variant? Y variantı. Gəlin uşaqlar, baxağın 18-ci suala. Deyir, hansı qaz havadan ağırdır? Hava üçün verib 29. NH3 deyir ki, emeri 17-dir. SO2 64-dür. Azot 28-dir. 28. CO da deməli 12-nin 16-cı cəm 28-dir. CH4-dəki 16-dır. Ağır olan 29-dan yuxarı olan hansı variant olacaq? 64 olan variant, yəni B variantıdır. Yüngül deyəndə 29-dan aşağı seçəcəksiniz. SO2 64, karbon qazı 44, C2H6 30, ozon 48, bu da C2H2-də 12 vur 2, 24, 2, 26. Hansı daha azdır? 29-dan kiçikdir? D variantı. Gəlin baxağın 20-ci suala. 20-ci sualda deyir ki, 0,5 molun kütləsi 3,2 qram olan qazın hidrogenə görə nisbi sıxlığını müəyyən edin. Deyirik ki, 0,5 mola əgər ki 32 qramdırsa, 32 yox, 3,2 deyil, 3,2 qramdırsa, o zaman 1 molun kütləsi neçə qram olacaq? Yazırsınız x qram. Buradan x hesablayırsınız ki, x bərabərdir. 3,2-ni bölürsünüz uşaqlar 0,5-ə. O deyir 64 qram. Və deyir ki, bunun hidrogenə görə nisbi sıxlığı D hidrogenə görə bərabərdir. 64-ü bölürsünüz hidrogen emeri 2. O deyir 32. Olur Y variantı. Sonra 21-ci sualda. 21-ci sualda deyir ki, 0,2 molun kütləsi 11,6 qramdır. Yazırsınız 0,2 molda 11,6 qramdırsa,
1 molun kütləsi neçə qramdır? Yazırsınız x qram. Buradan x bərabərdir. 1-i vurursunuz 11,6-ya, bölürsünüz 0,2-yə. Eləyir 58 qram. Deyir, indi bunun havaya görə nisbi sıxlığı. D hava bərabərdir. Həmin bu qiyməti 58-i bölürsünüz havanın M-dən neçə eləyir? 29-a böləndə eləyir 2. Yəni olur C variantı. Uşaqlar, baxırsınız indi. Deməli 22-ci sual. 22-ci sualda bizə deyir ki, hidrogenə görə sıxlığı 14 olan yazırsınız ki, D hidrogen bərabərdir. Emir bölünsün, hidrogen emiri 2-yə bərabər edirsiniz 14. Buradan emirin qiymətini hesablayırsınız. 2 ilə 14-ün hasili 28. Bu 28 mən sizə demişəm, emir hər zaman 1 mola uyğundur. Yəni 28 1 moldur. İndi 0,5 molun kütləsi nə qədər olacaq? Yazıram 0,5 moldadır. 28-in yarısı olacaq 14. Deməli doğru variant olacaq 14, yəni B variantı. Sonra 23-cü sualda. Deyir ki, C2H4 və CO qazlarının qarışığını hansı qaza əlavə etdikdə qarışığın orta molar kütləsi artar. Uşaqlar, deməli C2H4 bir də CO. Deyir ki, bu qarışığa. Uşaqlar, orta molar kütlənin düsturu necə idi? Yazırsınız ki, M orta bərabər idi. Düstur necə idi? M1 N1 üzərinə gəlsin. M2 N2 bölünsün. M2 N2 bölünsün, N1 ilə N2-nin cəmi, düzdürmü? İndi baxın, buradan bizə qaz qarışığına deyir, hansı qaza əlavə. Tutalım ki, buna 1 mol deyək. Hər ikisi 1 mol deyək də. İndi buradan hesablayaq M ortadan. M orta bərabərdir. C2H4-ün M-i neçədir? 12 ilə 2, 24, o da 4, 28. 28 üzərinə gəlsin, CO-dan neçə eləyir? 12 ilə 6, 28 bölürsünüz 2-yə. Deməli, bunun M ortası, bu qaz qarışığının M ortası 28-dir. İndi bizə nə deyir? Deyir ki, hansı qazı əlavə etdikdə orta molar kütlə artar? Orta molar kütlənin artması üçün, yəni 28-dən yuxarı qiymət olması lazımdır. A variantı hidrogen deyirik ki, 2-dir. C2H6 30, CO deməli 28, C2H2 26, NH2 17-dir. 28-dən yuxarı olan qiymət olan 30 B variantıdır. İndi baxaraq 24-cü suala. Deyir ki, azot və dəm qazı qarışığına azotdur, bir də dəm qazıdır. Deyir, bu qarışıq hansı qaz əlavə etdi? Qarışığın orta molar kütləsi azalar. Birinci gəlin bunun M ortasını hesablayaq. Dedik ki, düsturumuz M1, N1 üzərinə gəlsin, M2, N2 bölünsün, N1 üstə gəlsin, N2 düsturudur. Yazırsınız ki, N2-nin kütləsi nə qədərdir? 28-i vurursunuz 1-ə, üzərinə gəlirsiniz, CO-nun kütləsi. CO-daki 28 vurulsun yenə 1, bölürsünüz molların cəmi. O da eləyəcək 28. M orta 28-i deyir ki, indi hansı qaz əlavə etdə kütlə azalar. Kütlənin azalması üçün onun deməli M ortasının qiymətinin aşağı olması lazımdır. Variantlardan elə variant seçməlisiniz ki, 28-dən aşağı olsun. A variantda C2H4-ün kütləsi, uşaqlar, karbon 12-dir, 12-ni 2-yə vurdunuz 24, o da 4, 28-dir. Yəni A variantı deyil variantlar içərisində. B variantı C4H10 ondan yuxarıdır hətta. 12 vurulsun 4, 48, 10, 58. C variantı C4H8 eləyəcək 56. D variantında NH3 17-dir. Y variantında da NO 30-dur. Deməli 28-dən kiçik olan variant D variantıdır, NH3. Baxaq indi 25-ci suala. 25-ci sualda deyir ki, X və Y qazların hər ikisinin heliumə görə nisbi sıxlığı 11 bərabərdir. Deyirsiniz ki, D heliumə görə bərabərdir. Mr bölünsün 4 bərabərdir 11. Onda buradan Mr-in qiymətini tapdınız 44. İndi bu X və Y qazlarının hər ikisinin deyir, heliumə görə nisbi sıxlığı 11-dir. Bu o deməkdir ki, onda X-in kütləsi də, Y-in kütləsi də hər ikisi 44-dür. İndi bizə nə deyir? Deyir ki, bu qazların molar kütlələri arasında münasibət. Mən də sizə dedim ki, kütlə, yəni kiçik M hərfinə işarə olunur. O, M-ə bərabərdir ədədi qiymət olaraq, o da bərabərdir molar kütləyə. Bir dənə fərq nədir? M-in vahidi yoxdur, molar kütlənin vahidi qramdır. Dedik ki, molar kütlə yox, daha doğrusu kütlənin vahidi qramdır. Molar kütlənin vahidi qram bölünsün moldur. İndi bizə deyir ki, bunların molar kütlələri, əgər mən onun M-nin 44 olduğunu deyirəmsə, onun molar kütlələri də ədədi qiymət olaraq bir-birinə bərabər olacaq. Yəni onun da molar kütlələri 44 olacaq. Belə olan halda molar kütlə X və molar kütlə Y üçün bir-birlərinə bərabər olacaqlar. B variantı. İndi isə baxırıq 26-cı suala. X və Y qazlarının maddə miqdarları bərabərdir. Yəni deyir ki, molları bərabərdir. Məsələn, deyək buna 1 mol, buna da 1 mol deyək. Bu qazların normal şəraitdə həcmləri də, molları da, yəni həcmdə sizə dedim, moldur, əmsaldır, molekul sayı da eyni şeydir. Əgər deyir, onların maddə miqdarları, yəni molları bərabərdirsə, onun molekul sayı da bərabərdir, onun həcmləri də bərabərdir. Onda A variant olacaq.
27-ci suala baxaq. Deyir qazlar üçün doğru olan ifadələri müəyyən eləyin. Molekul arasında cazibə qüvvəsi çox azdır. Deməli bu yanlışdır. Bir dəqiqə. Deyir doğru olan ifadələri müəyyən eləyin də. Bəli, molekul arası cazibə qüvvəsi çox azdır. Çünki qaz molekullarında deyirik ki, nizamsızdır, xaotik olduqları üçün. Yəni bəlkə də deyirdik bir-birlərində atomlar, molekular bir-birlərinə deyirik sıx birləşib, amma mayedə biraz məsafəli, qazlarda isə hər hansı bir tərəfdə yəni nizamsızdır, xaotik idi. Belə olan halda onlarda bəli cazibə qüvvəsi az olacaq. Bir doğrudur. Bizdən doğruları soruşurdu. İkincidə bizə deyir ki, molekulların ölçüləri onların arasındakı məsafələrin çox kiçikdir. Üçə də deyir ki, molekuldakı atomlar arasında yalnız polar kovalent rabitə var. 27-ci sualda doğrudur. Çünki molekulların ölçüləri onların arasındakı məsafədən çox kiçikdir ki, onlar arasında cazibə qüvvəsi çox azdır. Onlar arasında nizamsızlıq, xaotiklik yaranır. 2 də doğrudur. Və bizdə doğru olanlar soruşur. 1-dən 2, 3 yanlışdır. Niyə? Deyir, molekulda atomlar arasında yalnız polar kovalent var. Yalnız polar kovalent rabitə yoxdur. Biz inşallah bunu rabitə dərsindən öyrənəcəksiniz ki, rabitə elementlərdən, maddələrdə həm polar kovalent rabitə var, həm də qeyri-polar kovalent rabitə var. Yalnız bizə deyirik polar kovalent, bu yanlışdır. Həm polar ola bilər, həm də qeyri-polar ola bilər. Ona görə doğru olan variantlar 1-dən 2, yəni C variantıdır. 28-ci sualda deyir ki, qazlar üçün ifadələrdən doğru olanları göstərin. Deyir ki, molekuların ölçüləri onlar arasındakı məsafədən çox kiçikdir. Doğrudur. Molekular arasında yalnız polar, yanlışdır. Yalnız polar deyil. Polar da ola bilər, qeyri-polar da ola bilər. Molekular arasında cazibə qüvvəsi çox azdır. Bu da doğrudur. 28-də olur doğru variant, A variantı. 29-cu sualda deyir ki, normal şəraitdə 22,4 litr oksigen 22,4 litr hidrogendən 3 dəfə ağırdır. 22,4 litr oksigen uşaqlar dedim ki, litrli olan ifadələri çevirin mola. 22,4 edir 1 mol. 1 mol deməli deyir oksigen 1 mol hidrogendən 3 dəfə ağırdır. Deməli uşaqlar 1 mol oksigenin kütləsi 32-dir. 1 mol hidrogenin kütləsi 2-dir. 32-ni 2-yə böləndə edir 16. Olur B variantı. Gəlin indi baxaq 30-cu suala. 30-cu sualda bizə deyir ki, tərkibində eyni mol sayda metan, azot və karbon qazı. Eyni mol sayda deyək, A mol. Qarşıda deyir, karbon qazının kütlə payını hesablayın. Yazacaqsınız ki, omega karbon qazı bərabərdir. Karbon qazının emeri 44-ü vuracaqsınız onun moluna. A-ya böləcəksiniz ümumi emerin qiymətinə. Bu olur 16A, bu olur 28A, bu da olur 44A. 16A, 28A, 44A'nın cəmi 88A'dır. 44A'nı böləcəksiniz 88A'ya, vuracaqsınız 100%-ə. O da eləyəcək 100%, 50%. Yəni Y variantı. Hələlik uşaqlar bu qədər. Növbəti suallarında Allah qoysa izahını verəcəm. Amin. Bura kimi, yəni nə qədər əgər bilmədiyiniz, bundan əvvəlki olan videolarda da maddə miqdar olması kümənin içindən anlayışları olsun. Nə bilmədiyiniz, nə sizə qaranlıq qalan suallar varsa mənə WhatsApp-dan, yorumlardan yaza bilərsiniz. Bir də sınaq qrupu haqqında da məlumat vermişdim sizə. Yenə deyirəm, sınaq qrupunda yəni orada bir sinif məhdudiyyəti yoxdur ki, yalnız 10-cu, 11-ci siniflər qoşulsun. 9-cu siniflərdə əgər istəsə qoşula bilər. Yəni bu da sınaq qrupuna qoşulmaqdan ötürü də əlavə bir məlumat dedim ki, indi videonun əvvəlində baxanlar varsa baxar. Əgər baxmayanlar varsa, bura kimi izləyənlər varsa, nömrəni yenidən qeyd edeyim. 051 595 69 64 nömrəsindən əlaqə saxlaya bilərlər sınaq qrupumuza qoşulmaqdan ötəri. Hələlik uşaqlar bu qədər. Sağ olun.